qış gündönümü, yaxud ilin ən uzun günü, ən qısa gündüzü. Bugün dekabr ayının 22-sidir və ilin ən uzun gecəsinin yaşandığı günlərdən biri hesab olunur. Amma bu ilin, yəni 2025-in ən uzun gecəsi, yaxud ən qısa gündüzü dünənə, yəni 21 dekabr tarixinə təsadüf etdi. Yaxşı, bəs bunun mexanizmi nədir? Yəni bu hal niyə yaşanır? Gəlin yaxından nəzər salaq. Belə ki, yer kürəsi Günəşə 23,5 dərəcə bucaq altında meyillidir. Başqa sözlə, yer oxu ulduzumuza mailidir. Bu da qış və yay aylarında şimal və cənub yarımkürələrində fərqli hava şəraitlərinin yaşanmasına səbəb olur. Belə ki, şimal yarımkürə üçün yay aylarında planetimiz Günəşə doğru 23,5 dərəcə meyillənir və qeyd edilən yarımkürə üçün Günəşin düşmə bucağı artır. Bu da günəşli və isti günlərin daha çox müşahidə edilməsi ilə nəticələnir. Cənub yarımkürəsi üçün isə bunun əksi baş verir. Eynilə cənub yarımkürədə yay olanda şimalda bunun əksi baş verdiyi kimi.